Her vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün fevral ayının 26-sıdır, həftənin cuma axşamı günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Havanın temperaturu inəcək, qar yağacaq. Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, Azərbaycanda bugündən havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə inəcək. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fevralın 27-si axşamdan martın 2-sinə qədər hava şəraitinin fasilələrlə yağıntılı olacağı da gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, əsasən axşam və gecə saatlarında sulu qara keçəcəyi ehtimal olunur. Azərbaycan rayonlarından fevralın 26-sı günün ikinci yarısından başlayaraq martın 2-sinə qədər hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə hətta qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, yağıntılarla əlaqələr çaylarda sululuğun artacağı ehtimalı da var. Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Bu biyan balıdır. Birinci onu sizə deyim. Özü də bunu bir dənə yaxından gətirəcək ki, nə? Bu balın tərkibində o qədər çiçək tozu və güləm arı vurmuşdu ki yığanda. Biz bunu Cökəyə aparmışdıq. Cökəyə az işlədi orada arılar. Oradan da biyanı apardıq. Yəni tərkibi dəhşətli dərəcədə zəngin olan bir baldır. Çünki elə bilin ki, elə çiçək tozu qatılmış baldır bu. Bunu inşallah mən sabahları Mingəçevirə göndərəcəyəm. Kim də əgər istəsə bizdən bu cür həm balonlarla göndərib çatdırırıq. Azərbaycanımızın bütün şəhər və rayonlarına da göndərib çatdırmamız son pulsuz olacaq. 051 546 39 39 hər biriniz zəng edib sifariş edə bilərsiniz. Çatdırmada pulsuz olacaq düz ünvanınıza qədər.